Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün artıq sürücülük vəsiqəsi tələb olunacaq. Yol hərəkəti haqqında qanuna təklif olunan bu dəyişiklik Milli Məclisdə müzakirə olunub. Gününüz aydın olsun millət. Demək, Milli Məclisdə müzakirə olundu, vəsiqəsiz motosiklet sürənlər, skuter sürənlər, yəni məhdudiyyət qoyuldu və qadağa olundu. Mən şəxsən sevinirəm. Niyə sevinirəm? Mən xalqımı sevən bir insanım. Sadəcə mən bir neçə, demək olar ki, bir il bundan öncə bir video paylaşdım və müraciət elədim. Həmin o vəsiqəsiz sürən, hansı ki, yol hərəkəti qaydalarını bilməyən, qəzalar törədən və avtoşluq eləyən, hər axşam yiyəsiz qızları, yiyəli qızlar o qələti eləmir, yiyəsiz qızları motosikletin arxasına mindirib, avtoşluq eləyən, xuliqanlıq eləyən, avaraçılıq eləyən cavanlaradır sözüm və müraciət eləmişdim ki, özünüzü yığışdırın. Sizin zibilinizə düşəcək, kimsə ailəsinə çörək qazanan bir insandır, çörəyindən olacaq. Özünüzü düzəməlli aparın, eləməyin bunu. Bu şəraiti yaradan sizə ona görə yaratmayıb ki, siz bu hoqqaları çıxardasınız. İndi gedin görün işlədə biləcəksiniz, gedin yenə də tində, bucaqda, orada, burada avaralanın. Bu şəraiti yaradan hansısa bir dövlət qurumuydu, hansısa bir təşkilatçı idi ki, qoy bu cavanlar geçsin çörək qazansın, avaraçılıq eləməsin. Amma siz neynədiniz? Yenə deyirəm, o yiyəsiz qızları tərkinizə mindirdiniz, xalqın uşağının belindən keçirdiniz, motosikletlə, nə bilim, gedirdiniz, cəmaatı ziyana salırdınız, vururdunuz maşınını, kimisə maşınını vururdunuz, avtoşluq edirdiniz və orada da qoyub qaçırdınız. Skuterin qiyməti 500.000 manatdır. Qoyub qaçırdınız, heç sizə axtaran da olmurdu. Çünki polis vəsiqəsi olmayan, heç bir yerdə qeydiyyatda olmayan avtonəqliyyatın, motosiklet ya digər maşını, onun üçün biraz qəlizdir tapmaq. Təbii ki, kamera altında deyilsə, tapırdısa da az yaşlı olduğunuza görə yəni müəyyən güzəştlər olmurdu. Bu da sizin üçün o avtoşluq, avaraçılıq eləməyə şərait yaradırdı. İndi gedin gənə də tində, bucaqda ondan bundan siqaret istəyin. Hatta gedin indi avaraçılıq eləyin. Həmin o qızlar var da, yiyəsiz qızlar. Onlara deyin ki, artıq dövlət bizim avaraçılıq eləməyimizə mane oldu. Əcəb elədir. O bir misal var, deyir dövlət dovşanı araba ilə tutur. Siz elə bilirdiniz ki, bundan heç kim xəbərdar deyil. Siz elə bilirdiniz ki, elə həmişə də belə olacaq. Yox, belə olmayacaq. Yəni, olan hansısa bir imkanlardan həmişə çalışıb istifadə eləmək lazımdır. Ona ağıllı başlı sürərdiniz ki, bilin ki, sizin zibilinizə, sözüm o avaraçılıq eləyənlərədir, sizin zibilinizə düşüb. Hansısa ailəsinə çörək aparan hansısa bir oğlanlar indi çörəksiz qaldı. İndi bu şəraiti yaradan sizsiniz. Sonra da başlayırsınız, ay dövlət belə gəldi, ay dövlət elə getdi. İndi gedin sürün, gedin çörəyinizi qazanın, görün necə qazarsınız. Qazanırdınız da 5-dən 10-dan sürürdünüz aşağı yuxarı. Həm cavanlığınızı eləyirdiniz, həm də çörəyinizi qazanırdınız. Olmazmı ki, bunu normal şəkildə eləyərdiniz? Olmazmı ki, təbii ki, bunlar hamısı şikayətlər qəbul olunur, yığılır və bu cür müzakirələr olunur və məhdudiyyətlər olunur. Ona görə də, ay cavanlar, biraz özünüzə gəlin, özünüzə bir iş tapın, peşə tapın, sənət tapın, gedin dərsinizi oxuyun, nə bilim, avaraçılıq eləməyin. Bax, görürsünüz, avaraçılığın fəsadları budur. Allah xalqımızı qorusun, Allah millətimizi qorusun. Belə qərarları mən əleyhinə deyiləm. Təbii ki, bu xalqını sevən bir insan kimi deyiləm. O şəraiti yaradanda mən kim ki yaratmışdı, onlara təşəkkür eləmişdim. Hətta mən o videonu müraciət edəndə ki, ay cavanlar, biraz özünüzə gəlin, biraz yəni bu çörəyi qazananda düzəməlli qazanın, bu avaraçılığı eləməyin, bu motosiklet, bu skuterlərdə düzgün istifadə edin, evinizə çörək aparın deyəndə həmin videonun altından cavanlar yazmış ki, əcəb eləyirik, yaxşı eləyirik, biz beləyik, biz eləyik. İndi yaxşı, gedin əcəb edin. Allah xalqımızı, dövlətimizi qorusun.